Salamlar, bugün kəsmikli roqalik hazırladım. Burada kəsmiyin üzərinə yağ əlavə edirəm. Altta miqdarlarını qeyd edəcəm hamısını. Qarışdırıram, qarışdırmağa çalışıram. Kəsmik bərk olduğuna görə işimi çətinləşdirir. Sonra üzərinə stakan yarım un əlavə edirəm. Mütləq şəkildə ələkdən keçirdirəm. Sonra üzərinə 1 çay qaşıq qabartma tozu əlavə edirəm. Qəşəngcə yoğurmağa çalışıram. Yoğururam. Bir kütlə halına alana qədər yoğururam. Yoğurdum, qutardım. Burada sizə göstərməyə çalışıram. Çəkmək üçün köməyim olmadığına görə bir əmlə çəkib bir əmlə yoğururam. Sonra ayrı bir qabda şəkər tozu və vanili qarışdıracağım. Bunu xəmiri yayandan sonra üzərinə əlavə edəcəm, ortasına əlavə edəcəm. Burada vanili reklam edirəm. Burada qarışdırdım və xəmiri 2 yerə bölürəm. Bunu qəşəngcə əlimlə yumuruyuram ki, yayanda yumru forma alsın. Sonra yayıram. Yaydıqdan sonra bu şəkər tozu və vanil qarışığını bunun ortasına əlavə edirəm. Burada Sofiyanı göstərirəm. Ona da bir damcı xəmir vermişəm ki, oynasın, başı qarşısın, məndən işi olmasın. Qəşəngcə qaşıqla hər tərəfinə yayıram və oxluqla bunun üstünə keçirəm ki, şəkər tozu bükəndə dağılmasın. Ulduz formasında kəsdim və bir əlimlə qatlamaya çalışıram. Qatlayıram və çox gözəl bir forma alır. Bunun uç hissəsini birləşdirmək lazımdır. Burada mən sizə göstərə bilmirəm. Siz müəyyən səhv eləməyin, mütləq tavanın altına yağ kağız sərin. Burada hamısını tavaya düzmüşəm və buradan nəticə dadı çox qəşəng alınır. Məncə yoxlamağa dəyər. Bu qədər.